Yəni nə sənəti var, mən bildiyimi demək istəyirəm ki, yəni bizim divamız haqqında bu sözləri demək sizcə bu yeni gələn sənətçi üçün siz necə də doğrudur, necə? Mən Kəmalə bilir ki, mən Kəmalənin xətrini çox istəyirəm, çox gözəl də oxuyur, gözəl də insandır, amma populyarlıq onu cizəlləndirməsin. Yəni sən nəinki səni, yəni necə ki biz Məmməd Bağır olan Mərik, Məhəbbət olan Mərik, çoxları var da, Niyaməddin, istəyirsən kim olursan o. Siz də cavanlar, siz nə röy ola bilməzsiniz, nə aygün ola bilməzsiniz. Ona görə onların adını çəkmək lazımdır. O da savadsızlıqdan irəli gəlməkdir də, o elə bir ona uğur gətirir. Təbii ki, məsələn, qıraqdan baxan qıcıqlanır ki, elə gördüyündə hamıca. Amma əslində o elə adam deyil. Məsələn, bilmədən danışırlar. O biri var, bilə-bilə səhv eləyəsən. Biri var, bilmədən səhv eləyirsən. O bilmədən məsələn danışırlar. Xalq baxır, qardaş, bunun show biznes baxmır. Xalq baxır, görün bu nə danışır.